Koç, bugün enerjiniz yüksek olacak. Özünüzü daha motivasiyalı hiss edeceksiniz. İşleriniz sürətlənə Yeni ideyalar ağlınıza gelecek. Kararlarınızı daha cesaretle vereceksiniz. Maddi mövzuda kiçik sevinç mümkündür. Etrafınızdaki insanlar size destek olacak. Ünsiyyətlər uğurlu keçecek. Planlarınızı həyata keçirmək asanlaşır. Yorğunluq tez aradan qalxacaq. Özünüze inamınız artır. Gün ərzində aktiv olacaksınız. Sevdiklərinizlə münasibətlər istiləşir. Gözlənilməz xoş xəbər ala bilərsiniz. Daxili balansınız güclənir. Sağlamlığınız stabildir. Düşünceleriniz aydın olacaq. Günün sonunda rahatlıq hiss edeceksiniz. Özünüzdən razı qalacaksınız. Gününüz uğurlu keçsin. Videonu bəyənib kanala dəstək olun. Boğa bürcü. Bugün sabitlik axtarışın daha da güclənir. İş yerində məsuliyyətlərin arta bilər. Səbirli davranışın rəhbərlik tərəfindən qiymətləndiriləcək. Maddi məsələlərdə müsbət inkişaf var, gecikmiş bir ödəniş əlinə çata bilər. Pul yığmaq üçün uyğun gündür. Lazımsız alış-verişdən uzaq dur. İş dəyişmək haqqında düşüncələr yarana bilər. Qərar verməyə tələsmə. Sevgi həyatında sakit, amma dərin hisslər ön plandadır. Tərəfdaşınla güvən mövzusu möhkəmlənir. Birlikdə gələcək planları danışa bilərsiniz. Subay buğalar üçün ciddi tanışlıq ehtimalı var, keçici münasibətlər səni qane etməyəcək. Daxili səsini dinləmək faydalı olacaq. Ailə ilə bağlı mövzular diqqət tələb edə bilər. Kiçik gərginliklər tez həll olunacaq. Fiziki rahatlıq sənin üçün vacibdir. Axşam istirahət etməyə çalış. Gün ümumilikdə məhsuldar keçəcək. Əkizlər. Bugün ünsiyyət bacarığın yüksək olacaq. İş görüşləri və yazışmalar artacaq. Yeni əməkdaşlıq təklifləri gündəmə gələ bilər. Maddi baxımdan kiçik fürsət yaranır. Amma tələskən qərar vermək olmaz. Xırda xərclər büdcəni poza bilər. Sevgi həyatında sözlərin böyük təsiri olacaq. Düzgün ifadə münasibəti gücləndirəcək. Subay əkizlər üçün flört enerjisi yüksəkdir. Keçmiş mövzular yenidən açıla bilər. İşdə eyni anda çox işə başlamaq yorucu olar. Prioritet seçmək vacibdir. Dostlardan dəstək görə bilərsən. Maddi mövzuda xəbər ala bilərsən. Gün ərzində hərəkətli olacaqsan. Axşam sosial baxımdan aktivdir. Yeni ideyalar yaranacaq. Özünü ifadə etməkdən çəkinmə. Zehni gücün yüksəkdir. Gün dinamik və məhsuldardır. Əkizlər. Bugün pul mövzusunda iki seçim arasında qala bilərsən. Hansının sənə daha faydalı olduğunu yaxşı düşün. İş həyatında ünsiyyət gücün artır. Danışıqlar və razılaşmalar üçün uyğun gündür. Yeni iş təklifi ala bilərsən. Maddi baxımdan gəlir artımı ehtimalı var, amma sənədlərə diqqət et. Kiçik detalları qaçırma. Sevgi həyatında hərəkətlilik var, sevdiyin insanla ciddi söhbət edə bilərsən. Bu söhbət münasibəti başqa səviyyəyə daşıya bilər. Subay əkizlər üçün flört dolu bir gün görünür. Sosial şəbəkə üzərindən tanışlıq mümkündür. Keçmiş mövzular yenidən açıla bilər. Duyğularını gizlətmə. İş yerində sənin ideyaların diqqət çəkəcək. Maddi məsələlərdə dost məsləhəti faydalı ola bilər. Axşam saatlarında ruhun yüngülləşir. Özünü daha rahat hiss edəcəksən. Fürsətləri qaçırma. Bugün sözlərin güclüdür. Şir. Bugün diqqət mərkəzində olmaq istəyin güclənir. İş həyatında liderlik qabiliyyətin ön plana çıxacaq. Verdiyin qərarlar ətrafdakılara təsir edə bilər. Maddi mövzuda daha cəsarətli davranmaq istəyə bilərsən. Amma ölçünü aşmamaq vacibdir. Gözlənilməz bir gəlir xəbəri ala bilərsən. Sevgi həyatında ehtiras yüksəlir. Münasibətdə olanlar üçün romantik anlar mümkündür. Subay şirlər üçün diqqət çəkən tanışlıq görünür. Özünü ifadə etməkdə çətinlik çəkməyəcəksən. İş yerində rəqabət arta bilər.
Sakit və ağıllı davranmaq sənə üstünlük qazandıracaq. Dostlarla əlaqələr güclənir. Gün ərzində enerjin yüksək olacaq. Axşam saatları sosial baxımdan aktivdir. Maddi planlarını yenidən gözdən keçirə bilərsən. Özünə inamın artır. Tələskən xərclərdən uzaq dur. Daxili gücünü hiss edəcəksən. Gün parlaq və güclü enerjidədir. Qız, bugün daha çox düşünərək qərar verirsən. Pul mövzusunda planlama ön plandadır. Xərclərini yenidən gözdən keçirirsən. Qənaət etmək üçün doğru zamandır. İş həyatında detallara diqqətin uğur gətirir. Sənin zəhmətin görünür. Yeni məsuliyyətlər ala bilərsən. Maddi sabitlik tədricən formalaşır. Sevgi həyatında analiz çoxdur. Hisslərini ölçüb biçirsən. Partnyorun səndən daha açıq olmağını istəyir. Ürəyini açmaq münasibəti yüngülləşdirəcək. Subay qızlar üçün iş mühitində tanışlıq mümkündür. Bu tanışlıq yavaş-yavaş dərinləşəcək. Keçmiş səhvlər dərs olub. Axşam saatları tək qalmaq istəyə bilərsən. Pul mövzusunda məsləhət almaq faydalıdır. Daxili balans önəmlidir. Gün səni daha güclü edəcək. Tərəzi. Pul mövzularında balans axtarışındasan. Gəlir və xərclər arasında tarazlıq qurmaq istəyirsən. Bugün maddi qərarlar üçün tək qalmaq yaxşıdır. Başqalarının fikri səni çaşdıra bilər. İşlə bağlı pul söhbəti gündəmə gələ bilər. Maaş artımı ilə bağlı ümid yaranır. Gözəllik və zövq üçün xərclər arta bilər. Özünü sevindirmək istəyə bilərsən. Amma ölçünü bil. Orta yol ən doğru seçimdir. Axşam saatlarında pul xəbəri səni sevindirə bilər. Kiçik hədiyyə və ya bonus mümkündür. Borc vermək məsələsində tərəddüd edəcəksən. Daxili səsinə qulaq as. Pul enerjin münasibətlərlə bağlıdır. Düzgün seçimlər səni rahatladacaq. Maddi güvən hissi artır. Öz dəyərini bil. Pul sənin tərəfini tutur. Əqrəb. 25 yanvar əqrəblər üçün güclü intuisiya günüdür. İş həyatında gizli qalan bir məsələ üzə çıxa bilər. Bu məlumat sənə üstünlük qazandıracaq. Pul mövzusunda strateji düşünmək vacibdir. Riskli yatırımlardan uzaq durmaq məsləhətdir. Karyerada səbrlə irəliləmək sənə uzun müddətli uğur gətirəcək. Rəhbərlərlə münasibətlərdə güc mübarizəsindən qaç. Sevgi həyatında isə ehtiras və qısqanclıq mövzuları gündəmə gələ bilər. Sevdiyin insanla açıq danışmaq hər şeyi həll edəcək. Subay əqrəblər üçün güclü cazibə dövrüdür. Yeni tanışlıq dərin emosiyalar yarada bilər. Ancaq hər sirrini dərhal paylaşma. Keçmişdə yaşanan xəyal qırıqlığı yenidən xatırlana bilər. Bu dəfə daha güclüsən. Ailə içində dəstək görəcəksən. Maddi mövzuda ortaq iş təklifi gələ bilər. Hər detalı araşdırmadan razılaşma. Axşam saatları sakitləşdirici təsir edir. Ox atan. Bugün azadlıq ehtiyacın güclüdür. Pul mövzusunda yeni imkanlar görünür. Xaric və ya uzaq planlar gündəmə gələ bilər. İş həyatında motivasiyan yüksəlir. Yeni layihələr üçün həvəsli olacaqsan. Rəhbərlik sənin enerjini hiss edir. Sevgi həyatında səmimiyyət ön plandadır. Tərəfdaşınla açıq danışmaq münasibəti gücləndirəcək. Subay oxatanlar üçün sürpriz tanışlıq mümkündür. Macəra ruhu artır. Gələcək planların genişlənir. Böyük düşünməkdən qorxma. Maddi baxımdan riskli, amma cazibədar təklif ola bilər. Hər detalı yoxla. İşdə tələskənlikdən uzaq dur. Sevgi həyatında dürüstlük əsasdır. Axşam yol planları və ya dəvət ola bilər. Ruhən rahatlayacaqsan. Enerjin yüksək qalacaq. Gün ümidverici bitəcək. Oğlaq bürcü. Bugün məsuliyyət hissin daha güclüdür. İş həyatında ciddi mövzular gündəmdədir. Rəhbərlik sənin qərarlarına güvənir. Maddi baxımdan sabitlik qorunur. Yavaş, amma davamlı qazanc görünür.
Büdcəni qorumaq sənin xeyrinədir. Uzun müddətli planlar qurmaq üçün uyğun gündür. İşdə səbrin nəticə verəcək. Sevgi həyatında məsafəli davrana bilərsən. Tərəfdaşın daha çox yaxınlıq istəyə bilər. Duyğularını ifadə etməkdən çəkinmə. Subay oğlaqlar üçün ciddi münasibət ehtimalı var. Keçici macəralar maraqlı olmayacaq. Ailə mövzuları ön plana çıxa bilər. Böyüklərlə söhbət faydalı olacaq. Öz üzərinə çox yük götürmə. Sağlamlıq baxımından istirahət vacibdir. Axşam sakit keçəcək. Gün sənə güvən hissi verəcək. Səbrinin bəhrəsini görəcəksən. Dolça. Bugün dolçalar üçün fərqlilik və yaradıcılıq ön plandadır. İş həyatında qeyri-adi fikirlərin diqqət çəkir. Bu fikirlər sənə yeni imkanlar aça bilər. Pul mövzusunda isə qəfil gəlir ehtimalı var, ancaq bu gəliri düzgün yönləndirmək vacibdir. Karyerada texnologiya və yeniliklə bağlı mövzular gündəmə gələ bilər. Komanda işi sənə uğur gətirəcək. Sevgi həyatında isə sürprizlər var, sevdiyin insan gözləmədiyin bir etiraf edə bilər. Münasibətdə olan dolçalar üçün emosional yaxınlıq artır. Subay dolçalar üçün dost mühitində tanışlıq mümkündür. Bu tanışlıq zamanla dərinləşəcək. Keçmişdə yarımçıq qalan bir mövzu yenidən ortaya çıxa bilər. Bu dəfə fərqli yanaşacaqsan. Ailə içində azadlıq mövzuları müzakirə oluna bilər. Sakit izah hər şeyi həll edəcək. Axşam saatları sosial fəaliyyətlər üçün uyğundur. Dostlarla vaxt keçirmək enerjini yüksəldəcək. Maddi mövzuda ortaq layihə gündəmə gələ bilər. Balıq bürcü. Bugün intuisiya güclüdür və sənə yol göstərir. İş həyatında hisslərinə güvənə bilərsən. Yaradıcılıq tələb edən işlərdə uğur var, maddi baxımdan diqqətli olmaq lazımdır. Pul tez gəlib tez çıxa bilər. Xərcləri nəzarətdə saxlamaq vacibdir. Yardım istəməkdən çəkinmə. İşdə dəstək alacaqsan. Sevgi həyatında romantika artır. Tərəfdaşınla emosional bağ güclənir. Birlikdə xəyallar qurmaq mümkündür. Subay balıqlar üçün sehirli tanışlıq görünür. Duyğular tez dərinləşə bilər. Reallığı unutmamaq vacibdir. Keçmiş xatirələr təsir göstərə bilər. Bağışlamaq sənə yüngüllük verəcək. Sağlamlıq baxımından ruh halın önəmlidir. Meditasiya və sakitlik faydalıdır. Axşam duyğusal keçə bilər. Gün sənə ilham və ümid verəcək.